Müjde ey Ömer! Resulullah sallallahu aleyhi ve aleyhi ve sellem Allahu Teala'ya dua ederek Ya Rabbi bu dini Ebu Cehil veya Ömer ile kuvvetlendir buyurdu. Budur, bu dövlət, bu saadet sənə nəsib oldu dedi. Bu ayə və bu dua Həzrəti Ömərin qəlbindəki düşmənliyi silib, süpürüb apardı. Dərhal Resulullah sallallahu aleyhi ve sellem hardadır dedi. Ürəyi Resulullah'ı görmək istədi. O gün Resul-i Ekrem sallallahu aleyhi ve aleyhi ve sellem Həzrəti Ərqamın evində əshabına nəsihət verirdi. Əshab-ı İkram toplanmış, onun nurlu camalını görməklə, şirin, təsirli sözlərini eşitməklə ürəkləri riqqətə gəlir, həddən artıq ləzzət, zövq və nəşə içərisində müxtəlif hallara düşərək ruhlarına fərəh verirdilər. Həzrəti Ömərin gəldiyi Ərqamın evindən görüldü. Qılıncı da beylində idi. Heybətli, qüvvətli olduğundan Əshab-ı İkram Resulullah'ın ətrafını tutdu. Həzrəti Həmzə, Ömərdən qorxmayın, yaxşılıq ilə gəlirsə xoş gəldi. Yoxsa o qılıncını sıyırmadan mən başını qopardaram deyərkən Resulullah sallallahu aleyhi ve sellem yol verin içəri gəlsin buyurdu. Cəbrail aleyhissalam bundan əvvəl Həzrəti Ömərin iman etmək üçün gəldiyini və yolda olduğunu xəbər vermişdi. Resulullah sallallahu aleyhi ve sellem Həzrəti Öməri təbəssümlə qarşıladı. Yol verin, yanından kənara çəkilin buyurdu. Həzrəti Ömər Resulullah'ın sallallahu aleyhi ve aleyhi ve sellemin önündə diz çöktü. Resulullah Həzrəti Ömərin qolundan tutub imana gəl ey Ömər buyurdu. O da səmimi qəlblə Əşhədü ən la ilahə illallah və əşhədü ənə Muhammədən Resulullah kəlime-i şəhadətini gətirdi. Əshab-ı İkram sevincindən təkbir səslərini göyə yüksəltdi. Həzrəti Ömər müsəlman olduqdan sonra vəziyyətini belə nəql edərdi. Müsəlman olduğum zaman Əshab-ı İkram müşriklərdən gizlənər və ibadətlərini gizli şəkildə edərdilər. Bu hala çox üzüldüm və Ya Resulullah, bəyəm biz haqq yolda deyilik,